Hamınızı salamlayıram. Instagramda mənə bütün xanımlar atır ki, işıqlandırın Lənkəranda uşağın bağçada müəllimə tərəfindən vurulması barədə. Mən videoya baxdım, inanırsınız, əlim ayağım əsdi əsəbdən. Bu bağçalara, məktəblərə götürülən müəllimlər psixoloji testdən keçmirlərmi? Yəni bu nəyin forsudur siz az yaşlı uşaqlara eləyirsiniz? Uşağın başına götürüb su qabını vurur, ardınca da uşağın başı qanıyır. Heç vecinə də deyil. Hələ o yanındakı tək o vuran yox, elə o yanındakı da nəinki işdən çıxarılmağı. Lənkəran həmən bağçanın müdürü çıxır, deyir ki, işdən çıxarıldı. İşdən çıxarılmalı deyil. Təhsil Nazirliyi tərəfindən həmən müəllimənin diplomu yararsız halda olmalıdır ki, bu bağçadan çıxıb sabah gedib başqa özəl bağçaya getməsin, işləyə bilməsin. Digərlərinə də dərs olsun. Mən başa düşmürəm. Cəmaət bağçalara dünyanın pulunu ödəyir, ağzından, burnundan kəsir, uşaq göndərir. Hər bir sizin özəl günlərinizi qeyd edir ki, siz xalqın uşağını kameranın altında döyəsiniz. Hələ bu kameranın altında bu cür aqressiv hərəkət edirlərsə, mən artıq qorxuram yəni uşaqlardan. Gör bunlar kameranın arxasında nə hoqqalar verirlər uşaqlara qarşı, fiziki şiddət göstərirlər. Yəni həm mənəvi, həm fiziki sən uşağı digər uşaqların içində al. Sən kimsən? Kimsən axı sən? Ərindən küsmüsən, gəlib uşağı bu heyfini uşaqdan çıxırsan. Qaynanayla dalaşmısan, gəlib heyfi uşaqdan çıxırsan. Sevgilindən dalaşmısan, gəlib heyfi uşaqdan. Sən kimsən? O uşağın valideyninin yerinə olsam, mən gedərəm Təhsil Nazirliyinin həmən müəllimənin diplomunun yararsız hala salınmağını tələb eləyərəm ki, başqa yerdə də işləyə bilməsin. Bu nə boyda qudurğanlıqdır, özbaşınalıqdır ki, sən xalqın uşağı qan aparır başına, yaxın durmursan, agresiya ilə dardır. Sən kimsən? Bəlkə cəmaatla bərabər şərili uşaq böyüdürsünüz. Sən uşaq belə kimsə vura bilər, tumanınızı çəkərsiniz başınıza. Cəmaat uşaq göndərir bağçaya, rahat olmaq istəyir. Kameranın altında bu hoqqan verən, mən əminəm ki, arxada uşaqları döyürlər, çimdilirlər. Ya bu nədir? Bağçalara, dilsiz ağızsız uşaqlara bu nəyi? Erməni uşağı da, Azərbaycanlı uşağı deyil bu. Bu nəyin aqressiyasıdır göstərirsiniz? Kimsiz axı siz? İşləyə bilmirsiniz, psixologiyavız yerinizdə deyil, gedin canınız çıxsın, başqa işlə işləyin. Siz kimsiz xalqın uşağını döyürsünüz? Yoxsa yəsiz də uşağın valideyni zəif adamdır, elə üstünə hegemonluq edir. Sən kimsən az? Bağça müdirələri, bağça sahibləri, məktəb direktorları, xahiş edirəm, nəzarət edin öz müəllimələrinizə. Müəllimələr şeylərdən keçsinlər. Mən başa düşürəm, uşaqlarla işləmək çətindir, adam evdə öz uşağına da əsəbləşir. Amma siz heç kim uşağına pulsuz baxmırsınız, maaş alırsınız. Yəni, heç kimsə sizi gətirib demir ki, mənim 2 saat uşağımı saxla, maaş alırsınız. Baxmaq da sizin borcunuzdur. Baxa bilmirsiniz, baxmaq istəmirsiniz, işləməyin onda bağçada. Gedin başqa sahədə işləyin. Mən əlim ayağım əsir. Mən videonu görmüşəm, mən dəli olmuşam. O uşağın valideyni düşünə bilmirəm mən. Mən o müəllimənin başında bir dənə tük qoymaram mənim uşağımın. Baba bir dənə belə çitmə vuralar. Bu nədir bu? Uşağın başını qan aparır, hələ bu force eləyir. Gücün uşağa çatır. Ged o özün yaşda, özün gücdə bir dənə qadına onu elə görüm eləyə bilərsən. Nədir? Ya bizi gücünüzü uşaq üstündə sınıyırsınız. Xəstələr, psixlər dolub təhsil müəssisələrinə. Allah bəlanı versin sənin.